Azərbaycan əskəri qarşısında nə edəcəyini bilməyən aciz düşmən yenə də saylarını belə gizlətdikləri yüzlərlə itkilərinin əvəzini yalnız dinc sakinlərin yaşayış məntəqələrinə artilleriya mərmiləri endirərək çıxır. Dünən günün ikinci yarısı cəbhə kəndləri içərisində daha çox mərmi atəşinə tutulan Ağdamın Qaradağlı kəndi olub. Kənddəki yaşayış evlərindən biri də atılan mərmilər səbəbindən yanıb. Digər yaşayış məntəqələrinə isə xeyli ziyan dəyib. Atılan mərmilərdən biri Qaradağlı kəndinin mərkəzindən keçən magistral yola düşüb. Kəndlərə düşən mərmilər 6 nəfər dinc sakinin, eləcə də Qaradağlıda yanğın baş verən evdə alovun qarşısını almaq istəyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşının da yaralanmasına səbəb olub. Yaralanan insanlar Ağdam Mərkəz rayon xəstəxanasına yerləşdirilib və xəsarət alanlara ilkin tibbi yardım göstərilib. Gün ərzində sonuncu yaralı Ağdamın Təzəkənd kəndindən olub. Başından qəlpə yarası alan Hümbət Fərəcovun vəziyyəti isə ağır olduğundan o Yevlax rayon mərkəzi xəstəxanasına aparılıb. Jalə Bayramlı, Şamxal Cəlloğlu, Fəzali Səfərov, Səs TV, Ağdam.